Cemaatım merhaba, vaxtınız xeyir. Bugün sizlerle beraber bir mövzuya aydınlıq gətirmək üçün bir video çəkirəm. Mövzumuz bu shitcoin, meme coin trade və bu prediction labslar, prediction saytları, Polymarket və ya Opinion Labs kimi. Bunlar qazanclı bir tərəfidimi kriptonun, yoxsa bura necə bir şeydir? Mən bəzilərini görürəm, buraları yaman reklam edirlər. Yəni burada çox böyük qazanclar eləmək olar. Baxın burada cüzdanlar bu qədər qazanır. Baxın bu cüzdan qazanıb. Baxın belə qazanclar var. Fashbon bu şəkildə şeylər göstərirlər. Və ya bir də PDF qoyurlar ekrana ki, baxın görürsüz qazanmışıq. Arxa tərəfdə yəni detallar falan heç bir şey yoxdur. Bunun detaylı incələməsi yoxdur. Bu şəkildə trade atılmır və bura elə bir yer deyil ki, girib rahat bir şəkildə qazanasınız. Buranın çox böyük yəni riskləri var, çox böyük. Yəni itirmə riskləri var, çox böyük altyapısı var, çox böyük araşdırma tələb eləyir. Yəni hər addım, hər başına sallayan girib burada pul qazana bilməz. Telegram üzərindən botları var. Təbii ki, botların qoşub trade atmaq olur. Botların qoşub trade atan insanlar da burada botlar yəni bir var ödənişli botlar, daha yüksək performans göstərən. Bir də var zəif botlar, yəni biraz daha zəif olan. Fərq etmir ödənişli və ya ödənişsiz olan. Bu botlar da bildiyiniz kimi botdur. Yəni bu yapaydır. Yəni bu kompüterdir. Bu hardasa hansısa bir nöqtədə %100 səhv etmə şeyi var. Yəni botların mütləq bir şəkildə bir nöqtədə səhv etmə şansı var. Ona görə bot qazandırır deyib reklam edib səhv etdiyi nöqtənin üstün bağlamaqla deyil. Çünki biz görmüşük, botlar alım eləyir, satım eləyir, alım eləyir, satım eləyir. Bir nöqtədə elə bir dənə alım satım eləyir ki, bütün elədiyi ticarəti hamısını vermiş olur. Çünki bildiyiniz kimi hər şey smart money işləyir. Bura qumar masasıdır uşaqlar. Bura həqiqətən qumardır. Bura girdiyiniz zaman ilk öncə sizi tanış edeyim. Buranın üzdə olan bəzi saytları ilə. Ondan sonra detallı şəkildə sizə olayı anlatacağım. Bunu DexScanner, DexTools bu şəkildə saytları var. Eyni zamanda PumpFun var. Yəni bu olayların başı zaten PumpFun'dan başlayıb. PumpFun var. Aksiyon var hal-hazırda trade etmək üçündür burada. Eyni şəkildə FOMO var. Eyni şəkildə Polymarket. Bu artıq tamam fərqli bir şeydir. Polymarket məsələn dünya üzərində olan olaylara finans və ya xəbər və ya spor fərq eləmir. İdmanla bağlı hər şeyə koeffisient sıxırsınız. Yəni bildiyiniz qumar, koeffisient sıxırsınız. Məsələn burada nə deyir? USA İran Permanent Peace Deal by, yəni İranla Amerikanın sülh anlaşması dekabrın 31-i, iyulun 31-i olacaq ya olmayacaq. Yes, no eləyirsən burada. Burada məsələn baxırıq Bitcoin 5 dəqiqə içində düşəcək ya yüksələcək. Onun koeffisientini sıxırıq canlı bax burada. Yəni bu şəkil burada çox bir şey, yəni burada bir sürü şey haqqında koeffisient sıxmanı görə bilərsiniz. Eyni şəkildə bunun CZ dəstəklədiyi, yəni Binance tərəfindən qurulan Opinion Labs var. Bu da eyni şəkildə fəaliyyət göstərir Opinion Labs. Bir də Prediction Market var uşaqlar. Prediction Market, yəni bu sadəcə bu da Binance-ın gizlin dəstəklədiyi bir sektordur. Burada Ethereum, Bitcoin qiymətlərini 5 dəqiqəlik, 10 dəqiqəlik və ya aylıq time frame'lərdə, yəni aşağı və ya yuxarı gedəcəyini işarətləyirik. Ona görə buradan pul qazanırıq. Yəni bu nədir? Bildiyiniz bu işin qumar tərəfi bunlardır uşaqlar. Və bəzi insanlar bunun reklamını edir. Bunun linkini verir, referralını verir. Buradan insanları buraya çəkməyə çalışır. Mənim məsləhətim Azərbaycan bazarında hələ bu sektora girə biləcək kapasitədə deyilik deyə düşünürəm. Pullarınızı boş yerə burada yəni batırmayın. Zaten haramdır, qumardır bu. Yəni qumardan, yəni bildiyiniz qumardır bu. Başqa bir anlamı yoxdur. Yəni mövzu Polymarket və Opinion və Prediction Marketdən gedir. Keçirik DexScanner, PumpFun, Axiom tərəfinə, bir də FOMO tərəfinə. Bunun kimi çox saytlar və şeylər var, amma önəmli olanları göstərdim. Bunlar da bir növ risk menecmenti çox yüksək olan yerlərdir. Buradan qazananlar varmı? Var uşaqlar. Yəni həqiqətən burada qazanan insanlar olub. Amma yenə də deyirəm, burada 100 nəfərlik bir kvota fikirləşsək, 100 nəfərin içində 98 nəfər itirib, 2 nəfəri qazanıb. Bu cür düşünün və o 2 nəfər şanslı olan, bəxti gətirən insanlardır. Çünki burada altyapıdan daha çox bəxt faktoru önəmli rol oynayır. Kimsə ki deyir burada trade, nə bilim, qrafik oxumaq, altyapı araşdırmaq, qardaş bunlar boş şeydir. Bir yerə kimi okey nəysə də, amma ondan sonrası mümkün deyil. Çünki bu projeni oluşduran kompüterin arxasında oturmuş sən mən kimi bir insandır və o insan bilmirik bura dolandırıcılıq məqsədi ilə girib yoxsa real niyyəti var. Gəlir burada projeye baxır, yüksəlir. Qoyur məsələn 10.000 dollar özündən primer götür. Bir coin çıxarırsan 10.000 dollarlıq bir market cap qoyur coinə. Qoyduğu 10.000 dollar qalxıb olur 1 milyon və
o insanda istər-istəməz, yəni ya nəfsi tuta bilər, ya nə bilim heç marağında ola bilməz, satıb oradan çıxacaq. Çünki bura dediyim kimi sadəcə projeni oluşduran insanın insafına qalmış bir platformdur. Onun niyyətinə bağlı bir platformdur. Okey, araşdırma tərəfləri var. Bubble Maps falan var. Araşdırırsan, cüzdan takiblərini eləyirsən, göndərmələri falan. Amma sadəcə boş bir şeydir uşaqlar. Yəni həqiqətən boş bir şeydir, anlamsız bir şeydir. Çünki biz burada o qədər trade eləmişik, o qədər baş yormuşuq. Yəni buradan qazanıram deyənlər də açsınlar detallı şəkildə sizə, yəni PNL deyil, dekont göstərsinlər. Mən də məsələn zamanı ilə telefonumu son olayda zaten paylaşmışdım. Telegram, TikTokda, bioda deyirəm, statusda paylaşmışdım. Yəni 12.000, 13.000 şəkil və hamısını silmişdim telefonumu artıq depolama alanına görə. Amma yenə də şeydə olmalıdır. Windows'da olmalıdır. Tapıb onu da sizlər üçün paylaşaram. Bax burada, bax göz cüzdanında artıq trade eləmirik biz burada. Burada bir dənə coin var. Bax Playful Membership. Bax mən bu coinə 27 dollar qoymuşdum. Bax bu coinə. Məsələn bu coinə mənim pulum 245 min dollara çıxmışdı, 27 dollarım. Baxaq burada bunun datasına bir dənə baxaq. Bax burada da məsələn Seymour vurum. Bax burada almışam 0,035 Solanalıq. O vaxtki Solana qiymətinə heç yadıma gəlmir, amma 27 dollar falan idi, bəlkə də 17-27 belə bir rəqəm idi. Daha sonra burada satmağa çalışmışam. Bax burada bu partladığı andı bax. 276 minnəsi satmışam burada. 1,9 milyon almışam. Bax PMS elədiyi qiymətə bax. Bax 0,0001 sol. Halbuki bu 245 min dolları görən bir coin idi. Amma niyə həcm dəstəkləmədi? Satış gəldi, proje sahibi raqı çəkdi. Zaten volatility olmadığında siz sata bilmirsiniz. Eyni şəkildə burada bir nə qədər coin var, elə bəziləri görsənmir. Nədir meme coin trade? Meme coin trade Pamfan üzərindən çıxan anlıq projeləri tapırsınız. Məsələn, çox hızlı bir şəkildə çıxan projelər var. Bunların altyapısı var. Məsələn, gəlib Dex Scanner'dan da bunu tapa bilərsiniz. Dex Scanner'da da bunu tapa bilərsiniz. New Pairs'a vurduğunuz zaman durmadan burada görəcəksiniz. Projelər çıxır, düşür, çıxır, düşür. Yeni projelər düşür. 7 saat. Bunun 7 saat öncə çıxıb. İlk yaşları deməkdir. Buradan baxırsınız. Məsələn, liquidity burdadır projenin. Bunların hamısını buradan tapırıq. Buradan baxırıq, incələyirik. Market cap'i çox şişməmiş, amma inandırıcı səviyyələrdə olan, yüksəliş üçün potensial daşıyan coin axtarırsan məsələn. Məsələn bu coin uşaqlar. Bu coin məsələn hal-hazırda gördüyümüz bu coin baxdıq, yəni altyapısında heç bir şey yoxdur. 1,1 milyon market cap'i var. Cüzdan paylaşımı. Yəni çox yarım demək olar projenin yarısı top 30-dadır. Yəni tutduqlarım pul top 30 cüzdandadır. Yəni biri satsa çox böyük bir şəkildə düşüş üçün etki yaratacaq. Yəni amma məsələn risk alına biləcək projedir. Məsələn mən olsam bunda 5-10 dollar riskə atardım bax. Bu projedə atardım. Çünki market cap'inə görə falan bir şansı var. Çünki burada görürsünüz ki, sadəcə bəxt söhbəti var. Risk atırsan. Bu qumardan fərqsiz bir şeydir. Və gedirsən burada başqa bir proje. 33 K market cap'i var, 144K. Məsələn, bunda risk atmaq var. Bunun yəni 144, 142K, 142K market cap'i var, 1268 cüzdan var. Bunun hələ baxdığımız zaman bunda da eyni şəkildə. Baxdığımız zaman 65K geri qalan 41 cüzdandan 1228 cüzdanda 66K'sı var, 66K'sı. 142K'dan da 66K çıxanda hardasa 80K falan deyək də. Deyəsə 75-80K. 75-80K'sı da ilk 40 cüzdanın əlindədir. Yəni baxdığımız zaman da market cap'i çox düşükdür yəni. Yatırmaq olarmı? Xeyr, bunda məsələn risk alınmaz. Yəni bu şəkildədir. Yəni mən sizə durub bunun təriflənəcək, bunu alın, bunda trade edin deyəcəyim bir tərəf yoxdur. Hələ bu işdə yenisinizsə heç buralara bulaşmayın. Çünki bütün pulunuzu hələ ki, yəni bir var itirmək, yəni bir nöqtədə itirirsən, ziyan edirsən. Bir də var sıfır yazsan, yəni bura bildiyin qumardır, yəni başqa bir adı yoxdur. Bura girdin, qumarbazsan və haram iş görmüş sayılırsan. Haramla ticarət eləmiş sayılırsan. Pump Fund'ı, bu Polymarket'ti, Opinion'da, Prediction marketlərdir. Bunlar hamısı qumardan fərqsiz bir şeylərdir. Burada nə analiz, nə teknik analiz, nə bazar analizi, heç bir şey rol oynamır. Burada kimsə deyir, "A, yox, orada araşdırma, nə bilim, o birisi, bu birisi." Okey, yenə deyirəm, bir yerə kimi. Amma işin o %15, %20'lik qismidir o analiz dediyimiz. %80'i bəxtdir. Bəxtin girdiyi faktor da qumardan başqa bir şey deyil.
Ona görə bu marketlərə girərkən diqqətli olun. Kiminsə sözü ilə buralarda girib pul qazanmağı və ya göstərilən pul rəqəmləri ilə özünüzü həvəsləndirməyin. Yəni o gördüyünüz o kimlərinsə qazancı sadəcə, yəni belə deyək də, riskə atdığı pulların aldığı cavabdır və itirilən məbləğləri siz hələ görməmisiniz. Yəni orada elə pullar itirilir ki, onları görsəniz zaten yəni heç bulaşmazsınız da bu sektora. Qazanılan pullar var, düzdür. Amma qazanan cüzdanlar həqiqətən çox böyük itkilər sonrasında qazanır. Məsələn, bu adam 10 min dollarla girir, 10 min dollarla nə bilim 5 min itirir, 5 min dollar itirəndən sonra nə bilim 8 min dollarlıq coin alır. İtirəndən sonra biri partlayır məsələn 10 min dollar o gətirir təzədən. Başa düşdünüz? Biri partlayır da 10x eləyir məsələn. Gedir təzədən partlayır, biri 100x eləyir. Başa düşdünüz? Yəni çox mənasız bir trade marketdir. Yəni bura sadəcə kim girər bilirsən? Qıraqda onlar aşırı böyük pul və riskə atmaq üçün çəkinməzsən, qazanılan puldur. Yəni kardan buraxılan puldur. Hə, atarsan ora, ya bot qoşarsan, hə, xırda-xırda bot oradan alar 20 dollarlıq birindən, 10 dollarlıq birindən, 10 dollarlıq birindən, 5 dollarlıq birindən girişdə satar. Bu şəkildə öz üçün trade edər, okey. Amma 100 dolların var, 50 dolların var, 1000 dolların var. Bu marketə girib trade edib qazanmaq istəyirsənsə, qazanmayasın. Net bir şəkildə və heç bulaşma. Bu qədər sadə. Özünüzdən müğayət olun dostlar. Allah amanında. Sadəcə bunu xəbərdarlıq videosu kimi çəkdim ki, indidən anlayışınız olsun. Bu marketə girib özünüzü bədbəxt eləməyin.